Bəli, futbol idman oyununda hansı Bəli. zərbələrdən birbaşa rəqib qapısına vurulan qollar qeydə alınır? Müəllim, küncdən, qapıdan qapıya, bir də mərkəzdən. Aha. Top mərkəzdən rəqib qapısına vurularsa hakimin qərarı necə olacaq? Müəllim, qol qeydə alınacaq. Sonuncu dünya çempionatı neçənci ildə keçirilmişdir? Müəllim, sonuncu dünya çempionatı 2022-də. Aha. Çempion Argentinadır. Əla, çempion Argentinadır, düzdür. Deməli, futbol oyunda top son olaraq hücum edən komandanın zərbəsindən sonra qapı xəttini yerlə və hava ilə tam keçərsə, qol olmayıbsa, bu zaman hakimin qərarı necə olacaq? Hakim hansı göstərişi verəcək? Qapıdan zərbə. Qapıdan zərbə, bəli. Növbəti dünya çempionatı harda keçiriləcək? Müəllim, Kanada, Meksika, Amerika. Kanada, Meksika, Amerika, aha. Müəllim, sizdə donqufdu da bilmirəm. İndi mənim səsimi eşidirsiniz, eşitmirsiniz. Mənim səsim gəlmir. İndi açıldı müəllim. Aha. 2026-cı ildə dünya çempionatında neçə komanda iştirak edəcək? 48. 48 komanda, bəli. Igor Ponomaryov neçənci ildə futboldan qızıl medal əldə etmişdir? Qızıl medala layiq görülmüşdür. 1988-ci ildə 24-cü yay olimpiya oyunlarında. Aha. 24-cü yay olimpiya oyunlarında 1988-ci ildə. Top mərkəzdən hansı hallarda başlayır? Oyuna başlamaq üçün top mərkəzdən hansı hallarda? Oyunun hansı vəziyyətində top mərkəzdən başlayır? Müəllim, birinci hissə başlayanda, ikinci hissənin əvvəlində, bir də qapılardan qol vurulanda, keçəndə, bir də müəllim, əlavə hissələrə gedərsə. Düzdür. Qapı meydançasının eni və uzunluğu nə qədərdir? Müəllim, qapı meydançasının eni 5.5, uzunluğu isə 18,32. 5,5 deyəndə nəyə başa düşürsünüz müəllim? Nə deməkdir 5,5? Yəni 5 metr 50 santimetr. Bunun enidir. Bəli, müəllim. Aydındır. 18,32 uzunluğudur. Aha. Komandalar oyuna çıxarsa ən azı neçə nəfər komandanın heyətində olmalıdır? 7 nəfər. Düzdür. Oyunda mübahisəli top zamanı top hakimə dəyərsə, bu zaman hakim hansı göstərişi verəcək? Təkrarlanacaq müəllim. Mübahisəli top təzədən atılır. Mübahisəli top təkrar atılır. Təkrarlanır. Yan xəttdən top oyuna daxil edilərkən bütün oyunçular yan xəttdən topu oyuna daxil edən oyunçulardan neçə metr məsafə saxlamalıdır? 2 metr. 2 metr müəllim. Aha. Futbol oyunda top meydanda, oyunda aşkar vəziyyətdə, hərəkətdə olarsa, bu zaman oyunda sayılır ya sayılmır? Nə kimi dəyərləndirir? Bəli müəllim. Sayılır müəllim. Aha. Ehtiyat oyunçuları oyuna daxil olanda hakimin oyuna qərarı necə olacaq? Ehtiyat oyunçudur, birdən-birə durur, oturduğu yerdən girir oyuna. Bu zaman hakimin qərarı necə olacaq? Əgər hakimə deməmiş daxil olursa, ona oyun saxlanılır, sarı kart göstərilir daxil olan oyunçuya. Oyunun ilk başlanması hansı komandaların başlanması ilə müəyyən olunacaq? Çıxartma ilə. Aha. Mərkəzi dairənin diametri nə qədərdir? Mərkəzi dairənin diametri 18-30. Radiusu nə qədərdir? Radiusu 9,15. 18-in yarısı, bəli. 9 metr 15 santimetr, düzdür. Oyundan kənar hansı qayda pozuntusudur? Müəllim, oyundan kənar qayda pozuntusu deyil. Ala. Oyundan kənar qayda pozuntusu deyil. Oyundan top yan xəttdən
oyuna daxil edilərsə, e, topu yan xəttdən oyuna daxil edən oyunçu təkrar topa toxunarsa əli ilə, bu zaman Müəllim, aha, bu zaman onda sərbəst zərbə olacaq. əli ilə toxunsa, Müəllim, onu məndə Cərimə bir nəysə belə çatdırır. Amma sərbəst zərbə yazılıb. aha. Ola bilsin mən orada səhv göstərmişəm. Mən onu sizdən müəllim istədim səs atam, soruşam. Bir dəfə də o sualı mənə verdiniz, dedim ki, cərimə zərbəsi. İndi o burada yazılıb ki, sərbəst zərbə. Elə mənə qaranlıq qaldı. İstədim sizə səs atam, atmadım. Səs ataydı da. Əsas və indi o aha, cərimə zərbəsi olur da onda. Əllə toxunursa cərimə zərbəsidir. cərimə zərbəsi. Aydındır. Futbolda ən qısa məsafələr hansı vəziyyətlərdən götürülür? Müəllim, yan xəttdən. Yan xəttdən, bir də mübahisəli Ən qısa məsafə, ən qısası, mübahisədən də ən qısa olan məsafə yan xəttdir. Yan xəttdən olan məsafə nə qədərdir? 2 metr. 2 metr. Düzdür. Bəli, bəli. Aha. Yaxşıdır. Badmintona baxmısınız müəllim? Badminton PDF-ini oxumusunuz? Və yaxud da testləri Bəli, falan. müəllim. 2 dəfə oxumuşam. Badminton harada yaradılıb? Badminton müəllim İngiltərədə, Badim şəhərində. Badminton adı nə ilə bağlıdır? Badim şəhərinin adı ilə bağlı. Badminton şəhərinin adı ilə. Yaxşıdır. Yaxşıdır. Rail müəllim. Əsas və əlavə oyunlar, penaltilər daxil olmaqla neçə dəfə püşk atmadan istifadə olunacaq? 4 dənə püşk atma olmalı. Yox, Şirxan müəllim, yaxşıdır sizdən. Bitirdi Rail müəllimlə. Bəli, 4 püşk atma. Onun əvvəli əlavə oyun, bir də penaltilərdə qapını seçmək, bir də birinci kim vurmalıdır. Düzdür. Oyunda sərbəst zonadan top zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olarsa, bu zaman hakimin göstərişi və yaxud da oyunun gedişatı necə olacaq? Öz qapısına top gedirsə, deməli küncdən zərbə olacaq. Cərimə və sərbəst zərbələr zamanı oyunçular bu zaman neçə metr ara məsafə saxlayacaq? Cərimə və sərbəst zərbələr zamanı 9.15 sm. 9.15 sm. Mübahisəli topda neçə metr ara məsafədə qalırlar? Mübahisəli topda 4 metr. 4 metr. 12 komandadan ibarət yarışda bir komanda ən çox neçə xal qazana bilər? 12 komandada bir komanda demək 11 oyun olur. 3 xaldan vursa 33 xal. Düzdür. Əla. Rəqib hansı hallarda 9.5 metr məsafələri gözləyir? O hansı hallardır ki, orada 9.5 metr mütləq gözlənməlidir? Deməli, mərkəzdən cərimə zərbəsi, sonra sərbəst zərbə, küncdən zərbə. Düz. Yox müəllim, sərbəst zərbədən müəllim 4.5-dəyik. Mübahisəli topdur. Mübahisəli topdur. Mübahisəli 4-dür. Komanda yoldaşı, oyunçu öz komanda yoldaşına, qapısına başla göndərildiyi topu qapıçı onu əli ilə qəbul edə bilər. Bəli. Yəni başla ötürsə götürə bilər. Oyunçu rəqibin hərəkətini kontaktsız əngəlləyərsə, kontaktsız əngəlləmək. Burada nə kimi vəziyyət yaranacaq futbolda? Kontaktsız eləyirsə deməli sərbəst zərbə veriləcək. Kontakt olarsa nə olacaq? Kontakt cərimə zərbəsidir burada. Oyunda 11 metrlik zərbə zamanı top hər hansı bir oyunçuya, qapı dirəyinə dəymədən qüsurlu hala düşərsə, bu zaman oyun necə davam etdiriləcək? Qüsurlu vəziyyətə düşərsə top təzədən verilir da, yəni təzədən təkrar olunur. Mübahisəli top müəllim. Yox, 11 metrlik zərbə təkrar ediləcək. Öyle bildim müəllim, meydançada. Diqqət suallara diqqətli olun. A komandası, Rail müəllim,
A komandasının qapısına top qaydalara uyğun olaraq daxil olarsa, qoldan sonra bu zaman A komandası oyuna hansı vəziyyətlərdə başlayacaq? Hansı qaydalara uyğun olaraq oyuna başlayacaq? Mərkəzdən başlayır da, qol buraxıb axı. Əla. A komandası qapısına topu qapısından topu belə deyək də keçərsə, bu zaman oyun bildiyimiz kimi mərkəzdən başlanır. Düzdür, tamamilə düzdür. Oyunda əsas hissədə 5 oyunçu neçə dəfə reallaşdırmaq olar? 5 oyunçunu dəyişməklə neçə dəfə reallaşdırmaq olar? Bir dəfə də, ən çoxu 3 dəfə, ən azı 1 dəfə. Aha. Ən çoxu 3 dəfə, ən azı 1 Üç dəfə. dəfə, mən Ən üç azı dəfə 1 dəfə deyəndə nəyi nəzərdə tutursun mənim? Necə olur 1 dəfə ən azı? Bir dəfə hamısından, yəni ki, 5-ini də 1 dəfəyə oyuncuların salmaq. hamısını buraxa bilər. Maksimum 3 dəfə. Oyun əlavələr, uzatmalar gedərsə əlavələrə, bu zaman neçə oyunçu dəyişiklik etmək olar? Bir dənə. Komandalardan biri qol vurandan sonra mərkəzə hansı komanda başlayacaq? Uduzan komanda, qapısına top görən komanda. Əla. Komandalardan biri bəli, qapısından top keçirən komanda başlayacaq. Düzdür. Oyundan kənar olan vəziyyətlər hansılardır? Oyundan kənar vəziyyətdə olan, deməli, oyundan kənarda olan vəziyyət. Deməli, top ötürür, A komanda hücumdadırsa. Buyur, deyin. Aha. Oyundan kənar vəziyyətlər qeydə alınmaz. Oyundan kənar vəziyyətlər hansı hallarda qeydə alınmaz? Qapıdan oyundan kənar vəziyyətlər hansı vəziyyətdə qeydə alınmaz? Qapıdan zərbədən, deyin, bax, sonra. Alınmaz. Alınmaz, bəli. Alınmaz, elə bildim, alınmaz. Yox, alınmaz. Qapıdan zərbə, sonra küncdən zərbə, yan xəttdən zərbə. Başlanğıc zərbəsindən əvvəl və ya sonra qovulmuş oyunçu əvəz edilə bilər. Başlanğıc əvvəl və sonra qovulmuş, yox, xeyr. Aha, əvəz edilə bilməz, düzdür. Başlanğıc zərbəsindən sonra qovulan əsas heyətin oyunçusu əvəz edilə bilər. Demək, başlanğıc zərbəsindən sonra qovulubsa, xeyr. Düzdür. Başlanğıc zərbəsindən əvvəl qovulan əsas heyətin oyunçusu ehtiyat oyunçu ilə əvəz edilə bilər. Əgər başlanğıc zərbəsindən əvvəl qovulubsa, ehtiyat ola bilər. Tamamilə doğrudur, düz. 11 metrlik cərimə zərbəsi zamanı penaltını arxaya ötürülərsə, bu zaman hakimin göstərişi necə olacaq? Oyun hansı vəziyyətə görə davam edəcək? Sərbəst zərbə ilə başlayacaq rəqib komanda. Qol olub olmasa da. Qol olsa da, olmasa da, düzdür. Aldadıcı manevr olarsa 11 metrlik zərbələr zamanı, bu zaman nə olacaq? Aldadıcı manevr. Yenə sərbəst zərbə, bəli. Rəqib komanda sərbəst zərbəni başlayacaq. 11 metrlik cərimə zərbələrini yanlış oyunçu yerinə yetirərsə? Yanlış oyunçu yerinə yetirirsə, sarı kart, xəbərdarlıq. Bir də qol sayılırsa, sayılmayacaq. Əla, qapıçı öz cərimə meydançasının xaricində topu oyuna daxil edən zaman top heç kimə toxunmamış. Bir də təkrar edirəm. Qapıçı öz cərimə meydançasının xaricində topu oyuna daxil edən zaman top heç kəsə toxunmamış. Özü əli və ayağı ilə toxunarsa, bu zaman hakimin qərarı necə olacaq? Öz cərimə meydançası olsa, aha. Deməli, əli ilə toxunsa, bu cərimə zərbəsi olacaq. Ayağı ilə toxunsa, sərbəst zərbə. Düzdür. Cərimə meydançasının uzunluğu və eni nə qədərdir? Cərimə uzunluğu və eni deməli 6.5-dən 80.32. Bir də zəhmət. Yox, tərsine dedim. 5.5 18.32. Cərimə meydançasının uzunluğu. Cərimə, düz dedim də birinci xasamən. Buyur, deyin. Qapıçı meydançası 6.5 80
6.5 40 neçə idi? Qarşıdadır. 40.32. 40.32. Qapıçı meydançasının eni və uzunluğu nə qədərdir? Qapı meydançası. 5.5 18.32. Oyunda komandalar 4-3 hesabı ilə əsas hissədə, əlavə hissədə bura daxildir. Oyunda olan komandalar 4-3 hesabı ilə, yəni bu zaman əlavə hissələr də daxildir bura. Əlavə hissələr də daxildir. Qalib müəyyən olmuşdursa, bu vəziyyətlərdə neçə dəfə mərkəzdən oyun başlayıb? 4-3 bu 7'dir. 4-3 7-dir. Bir də başlanğıc, bir də əlavə oyunlar. 9 olmalıdır. 9 olmalıdır, yox, elə 9-dur da. Deməli 4 dənə mən 9. top vururamsa sizin qapıdan, 4 dəfə siz gəlirsiniz mərkəzə, 3 siz mənim qapımdan top keçirsiniz, 3-ünü də mən gəlirəm. Oldu 7. Belə olur da 7 mərkəzdən başlamaq. Sonra əlavə hissələrdə Başlanğıc mərkəzdə. Aha, Bir də əlavə hissələrdə əlavə hissə. bilirik ki, bəli, orada da bu zaman mərkəzdən başlayırıq da. İlk əlavə hissədə birinci də mərkəzdən başlayır, sonra ikinci 15 dəqiqədə yenə oyun mərkəzdən başlanır. Düzdür. Rəsmi yarışlarda meydançanın uzunluğu və enliyi nə qədərdir? Rəsmi yarışlarda deməli meydançanın uzunluğu 100-110 metr, eni 64-75 metr. Qəşəng. Bir komandadan neçə oyunçusu qırmızı kart alarsa, bu zaman oyun vaxtından əvvəl bitəcək. Deməli 5 nəfər qırmızı kart alarsa bir komandadan 5 nəfər. Əla, tamamilə doğrudur. Kifayət. Deməli, Oyunda 4 metr futbol oyunu zamanı 4 metr məsafənin saxlanılması baş veribsə, bu zaman hakim hansı atışı yerinə yetirməyini göstərir? Nə baş verib burada? mübahisəli topdur da, mübahisəli top. Əla, mübahisəli top, düzdür. Qeyri-rəsmi yarışlar üçün meydançanın uzunluğu nə qədərdir? Meydanın uzunluğu və enliyi. Qeyri-rəsmidə deməli eni 45-90 metr, uzunluğu 90-120 metr. Azərbaycan Futbol Federasiyaları prezidenti kimdir? Düzdür, müəllim, düzdür, tamamilə doğrudur. Rövşən Nəcəfov olmalıdır. Rövşən Nəcəfov. Rövşən Nəcəfovdur, bəli. Qadınlar Olimpiya oyunlarının proqramlarına neçənci ildə daxil olub? Futboldan, təbii ki, futboldan hələ ki söhbət gedir. Qadınlar 1996-cı ildə. Azərbaycanda futbolun ilk dəfə yaranması neçənci il hesab edilir? 1991. 1911. 1911. 11? Bəli. 11. İşte. Xətlərin qalınlığı nə qədərdir? 18 sant. Yox, 12 santimetr. Şirxan müəllim nə qədərdir? 12 müəllim. 12, bəli. 12. Düzdür. Rail müəllim, badmintona axırıncı dərsiniz badminton olub. Badmintona baxmısınız? Biraz baxmışam, siz sual verin. Aha. Handboldan da sual verək sizə, handboldan. 1-2 sual verir, sonra keçək digər. Handbol qapısının eni və uzunluğu nə qədərdir? İndi biz keçirik Nihat müəllimə sual. Deməli, uzunluğu 3 metr, hündürlüyü 2 metr. Düzdür. Harda yaradılıb handbol? Handbol Danimarkada. Neçənci ildə yaradılıb? 1878-də. 1800 neçənci ildə? 1898-ci ildə. 98-də? Hə, 98-də. Yaxşıdır müəllim. Nihat müəllim, handbolda top meydançadan kənar yox. Handbol oyunda meydançanın kənar qısa xətləri necə adlanır? Əvəz etmə zonası. Yox, handbolunda meydançanın kənar qısa xətləri qapı xəttidir də. Aydındır? Hə, qapı, qısa xəttlər, hə, qapı xətti. Aha. Handbol oyunda meydançanın uzun xətləri hansı xətlərə düşür? Daha uzun. Yan xəttlər. Yan xətlər, tamamilə doğrudur. Beynəlxalq Handbol Federasiyaları neçənci ildə tətbiq edilir? 46-cı ildə. Handbol oyunun başqa adı nədir?
Bəli, 46. Handbol oyun başqa adı nədir? Əl topu. Handbol əl topu mənasında. Mənası əl topudur. Mənası əl topu. Top əldə idmançı neçə addım ata bilər ən çox, maksimum? Top əldə 3 addım 3 saniyə. 3 addım 3 saniyə. Pasiv oyun neçə addımdan sonradır? Pasiv oyun kimi Pasiv oyun dəyərləndirilir. 4 ötürmə. Top yan xəttlər oyuna daxil Dördüncü. edilərkən idmançının ayağı xəttin üstündə olmalıdır ya olmamalıdır? İdmançının ayağı bəli xəttin üstündə olmalıdır, yan xəttdən topqa daxil edərkən. Azərbaycan Handbol Federasiyaları neçənci ildə tətbiq edilib? Azərbaycan 1992-ci ildə Handbol Federasiyası, ancaq handbol 1975-ci ildə 55-ci ildə yaranmışdı Azərbaycanda. 57-ci ildə ilk klub açılmışdı. Soraklin adlı bir nəfər handbol klubu açmışdır. Sarokin. Beynəlxalq Handbol Federasiya proqramları neçənci ildə üzv olur? Handbol. Azərbaycan Handbol. Azərbaycan 92-ci ildə. 92-ci ildə. 92-də əməlim. Bir komandanın neçə taymat götürmə haqqı var? Bir komandanın 3 taymat götürmə əsas oyun vaxtında 3 taymat götürmə haqqı var. Birinci hissədə götürülməyən taymat ikinci hissəyə keçir? Xeyr, keçmir. Keçmir. Fasiləsi nə qədərdir? 1 dəqiqə. 1 dəqiqə. Tamamilə doğrudur. Handbolda qapı meydançası. Qapı meydançası Bəli. 2-nin 3-ə. Yox, Hündürlüyü 2. qapı Hə, meydançası. qapı meydançası neçə metr məsafədir? Bəli. meydançası. Qapı meydançası. Bunu xatırlaya Altı. bilmədim mən. Neçə? 6 metr. Penaltı zərbələrini yerinə yetirmək üçün neçə metr məsafədən penaltı zərbələri yerinə yetirilir? 7 metr məsafədən yerinə yetirilir. Sərbəst atış xətti neçə metr məsafədən yerinə yetirilir? Qapıya olan 9 qapıya qədər metr olan məsafə. xətt. 9 metr. Qapı meydançasına hücumçular neçə dəqiqə müddətində o qapıçı meydançasının daxilində oyun göstərə bilirlər? Qapı meydançasına girməyə icazə yoxdur İcazə oyunçuların. yoxdur. Aha. Tamamilə doğrudur. Hə. İcazə yox. Bəli. Yaxşıdır müəllim. Sonra